Salam, mən Nurlanə Muradova. Texnologiya 8-ci sinif 18-ci mövzu. Məişət tozsoranı, quruluşu və iş prinsipi. Tozsoran nədir? Tozsoran mənzillərdə, ofislərdə, sinif və auditoriya, kafe və restoranlarda tullantıların tozun yığılması üçün nəzərdə tutulmuşdur. Tozsoranın bir dəfə üçün davamlı işi 30-40 dəqiqədən artıq olmamalıdır. Əks halda, tozsoran özünün işləmə müddətini tez başa vurar. Tozsoran hava kütləsi vasitəsilə tozu və tullantıları sorub təmizləmək üçün olan qurğudur. Sorulan toz və çirk tozsoranın tozluğunda yığılır və mütəmadi olaraq oradan da kənarlaşdırılır. Müasir tozsoranlar tozluğunun quruluşuna görə 3 növə bölünür. Birinci kisəli tozsoranlardır. Bu tozsoranlara təmizləmə zamanı toz, çirk və başqa xırda hissəciklər süzgəcli kisəyə toplanır. İkinci, siklon tipli tozsoran. Bu tozsoranlarda tozun yığılması üçün kisə yoxdur. Kisənin əvəzinə toz mərkəzdən qaçma qüvvələrinin hesabına hava selindən ayrılır və çıxarıla bilən xüsusi konteynerə yığılır. Üçüncü isə süzgəcli tozsorandır. Bu növ tozsoranlarda təmizləmə havanın su olan qaba püskürdülməsi yolu ilə həyata keçirilir və məişət tozsoranının gücü 2000 wattdan artıq olmur. Turbinlərin fırlanma tezliyi isə 18.000-dən 22.000 dövrə qədər olur 1 dəqiqə ərzində. Məişət tozsoranının tullantıları yığan kisəsinin tutumu 1,5-1,8 kiloqram olur. Kisə parça materialdan hazırlanır. Məişət tozsoranı adətən kiçik ölçülü yığcam olur və mənzildə az yer tutur. Məişət tozsoranı gövdədən və başqa hissələrdən ibarətdir müəllimlər. Mühüm hissələrindən biri tozluqdur. Təmizlik işləri aparılan zaman tozsoranın sorduğu zibil, toz və çirk tozluqda toplanır. Məişət tozsoranının iş prinsipi necədir? İş prinsipi olduqca sadədir. Bu məişət cihazı 3 əsas tərkib hissədən ibarətdir. Birinci elektrik mühərriki, ikinci nasos və üçüncü filtr. Tozsoranın işi ondan ibarətdir ki, elektrik mühərriki nasosun köməyi ilə tozsoranın şotkası altındakı havanı seyrəkləşdirir. Məhz həmin seyrəkləşmiş hava nəticəsində toz və çirk tozsorana sovrulur. Daha sonra sovrulmuş hava filtrin köməyi ilə ondan təmizlənir. Tozsoranlarda müxtəlif filtrlərdən və nasoslardan istifadə etmək olar. Amma bu zaman görülən iş dəyişmir. Dəyişən yalnız işin keyfiyyəti ola bilər. Müəllimlər, indi gəldik tozsoranın quruluşuna. Tozsoran ümumilikdə 13 hissədən ibarətdir. Birinci hissə buraxılış filtridir, incə təmizləmək üçündür. İkinci, tozsoranın gücünü dəyişdirmə düyməsidir. Üçüncü hissəsi buraxıcı tor. Dördüncü hissə şnurun burulub yığılma qurğusu. Beşinci, elektrik mühərriki. 6. Yandırıb söndürmə düyməsidir. 7. Müdafiə filtridir. 8. Hava nasosunun gövdəsi. 9. Tozun yığılması üçün kisə. 10. Şlanqın boğazlığı. 11-ci hissəsi tozsoranın gövdəsi, açılan qapaqla. 12. Kisənin doldurulma indikatorudur. Və nəhayət 13-cü isə tozsoran üçün uzluqlardır. Tozluqlar bu dəyişilməyəndir, parçadan hazırlanmışdır. Sadəcə toz boşaldılaraq istifadə edilir. İkinci, dəyişdiriləndə kağızdan hazırlanıb. Üçüncü isə plastikdir. Məişət tozsoranının iş prinsipi dəyişilən və dəyişilməyən tozluqdur. Mühərriki tozdan müdafiə filtridir. Bir də son təmizləmə filtridir. Tozsoranın ən başlıca elementi onun filtridir. Yaxşı filtri olmayan tozsoran tozu özünə çəkib onu yenidən havaya buraxacaq və bu da havanın tozlu, çirkli olmasına səbəb olacaq. Müasir göstəricilərə əsasən tozsoran 99% filtrləmə dərəcəsində olsa belə, demək orada əks göstərici hesab olunur bu, yerdə qalan 1% toz.
Çünki havanın tərkibindəki 1% toz istənilən sayda bakteriya, virus və allergen yaya bilər. Ona görə də keyfiyyətli filtrləmə havanın 99,95% tənzimlənməsi hesab edilir. Bu göstəricini əldə etmək üçün havanın bir neçə mərhələdə təmizlənməsi həyata keçirilir. Bəs tozsoranla iş zamanı nə qadağandır? İşi bitirdikdən sonra tozsoranı işlək vəziyyətdə qoymaq, tozsoranın nəm səthlərinin nəm səthlərinin təmizlənməsində istifadə etmək, tozsoranın şnurundan tutub o tərəf bu tərəfə çəkmək, şnuru qapının arasında qoymaq, onu sərt künclərdən çəkib çıxartmaq, tozsoranın çəngəlinə yaş əllə toxunmaq, tozsoranın ucluqları və borusu tıxandıqda onunla işləmək, bir də şəbəkəyə qoşulu tozsorandan tozluğu təmizləmək üçün çıxartmaq.